Salam hörmətli və dəyərli müəllimlər. Hər birinizi xoş gördük. Müəllimlər, deməli, bu günləri sizə emosional affektiv sahəni təqdim edəcəm. Qısa bir zaman içərisində 10-15 dəqiqəlik bir YouTube video izahı ilə siz onu dərindən öyrənəcəksiniz. Baxın müəllimlər, emosional affektiv sahənin 5 mərhələsi var. Bunlar hansılardır? Ekranda da görsənilib. Deməli, birinci qəbul etmə, ikinci cavab vermə, üçüncü dəyərləndirmə, dördüncü təşkil etmə, beşinci xarakterizə etmə mərhələsidir. Bəs bu mərhələləri biz necə yadımızda saxlayaq? Müəllimlər, birinci bu mərhələləri əzbər şəkildə öyrənməyiniz vacibdir. Çünki ardıcıllıq lazımdır bütün taksonomiyada. Çünki taksonomiya iyerarxiya, ardıcıllıq üzərində qurulub. Yəni, mütləq orada mərhələlər ardıcıl olmalıdır. Gəlin, baxaq birinci mərhələyə, qəbul etmə mərhələsinə. Bu nədir? Burada müəllimlər, informasiyanı, yəni məlumatı şagird qəbul etmək üçün həvəsli və diqqətli olmaq lazımdır. Yəni, şagird qəbul etmə mərhələsində hər hansı bir məlumatı həvəslə, diqqətlə dinləməlidir. Həvəs göstərməlidir. Fəal dinləmə nümayiş etdirməlidir qəbul etmə mərhələsində. Yəni, biz şagirdlərimizə hər zaman tapşırırıq ki, məlumatı öyrənin, daha yaxşı yadda saxlayın. Bunun üçün nə edirlər? Onlar dinləyirlər. Yəni, şagirdin və dinləməni aktiv etmək üçün nə etmək lazımdır? Əlbəttə ki, dinləməni, şagirdlərin dinləməsini aktiv etmək üçün dərsin əvvəlindən başlayaraq şagirdin fikrini toplaması üçün dərsin əvvəlində müxtəlif yollarla şagirdin fikrini dərsə cəlb etmək lazımdır. Bəs hansı yollar müəllimlər, hansı yollarla şagirdin fikrini dərsə cəlb edə bilərik? Müxtəlif düşündürücü suallar verməklə, mütəmadi olaraq şagirdlərin fikrini təlim nəticələrinə yönəltməklə, qaydalara yönəltməklə və s. Yəni, bununla da şagird artıq sizi dinləyəcək və bu qəbul etmə mərhələsində olacaq. Yəni, fəal dinləmə mərhələsidir qəbul etmə. Artıq informasiyanı sadəcə olaraq burada qəbul edir. Müəllim də şagirdin fikrini dərsə yönəltməlidir. Bəs ikinci mərhələ nədir müəllimlər? Cavab vermə. Burada şagirdin dərs müddətində aktiv iştirakını və reaksiyasını nəzərdə tutur. Bu nə deməkdir? Yəni, şagird aktiv olmalıdır, reaksiya verməlidir müəllimin verdiyi suallara, prosesdə fəal iştirak etməlidir. Müxtəlif baş verən proseslərə dərsdə reaksiya verməlidir, uyğun, adekvat cavablar verməlidir, yəni dəqiq cavablar verməlidir, düzgün cavablar verməlidir, yeni konsepsiyalar, metodları araşdırmalıdır, yeni informasiyanı anlamaq üçün araşdırma aparmalıdır şagird. Yəni, araşdırma apararaq reaksiya verə bilər. Məsələn, müəllim hər hansı bir sualı verəndə şagird tez o suala cavab verirsə, bu hansı mərhələdədir müəllimlər? Cavab vermə mərhələsində. Və yaxud da hər hansı bir dərs prosesinin içərisində şagird onu başqa cürə, yəni cavab verirsə, yəni reaksiya verirsə, məsələn, əl qaldıraraq, üz mimikasından istifadə edərək bunu da cavab vermə mərhələsi götürə bilərik. Çünki şagirdin artıq burada aktiv iştirakı reaksiyasını nəzərdə tutur. Üçüncü mərhələmiz nədir müəllimlər? Dəyərləndirmə mərhələsi. Bu nə deməkdir? Burada şagirddə ünsiyyət bacarığı formalaşır, müəyyən dəyərlər müəyyənləşir. Yəni, uşaq özünə, başqalarına haqq qazandırmaq, ətrafdakı insanlara empatiya nümayiş etdirmək kimi fəaliyyətlər müşahidə edilir dəyərləndirmə mərhələsində. Bu nə deməkdir? Yəni, uşaq özünü başqasının yerində hiss etmək bacarığı olur. Hər hansı bir tutaq ki, belə deyək, yoldaşı qələm istəyir, uşaq fikirləşir ki, bu günləri onun qələmi yoxdur, sabah da mənim qələmim olmaya bilər. Yəni, özünü onun yerinə qoyur, özünü onun yerində hiss eləyir. Yəni, bu zaman dəyər verir də, yəni dəyərləndirir. Olan hadisələri şagird dəyərləndirir. Yəni, qiymətləndirir, əsaslandırır ətrafda baş verən prosesləri. Fikirləşir ki, bu günləri dediyimiz kimi mənim qələmim yox, şagird yoldaşımızın qələmi yoxdursa, sabah da məndə qələm olmaya bilər. Yəni, bunu fikirləşir. Özünü həmin situasiyaya, həmin hal vəziyyətə qoyur. Yəni, başqalarına haqq qazandırmaq nümayiş olunur dəyərləndirmə mərhələsində. Empatiya hissləri var burada. Özünü başqasının yerində hiss eləyir şagird. Dördüncü mərhələ nədir? Təşkil etmə mərhələsi. Müəllimlər, kitabınızda da belə bir cümlə var ki, deyir, yaş və təcrübə artdıqca insan anlayır ki, həyatda müxtəlif dəyərlər mövcuddur. Bəzən müxtəlif insanların dəyərləri də deyir, fərqli ola bilər. Bu nə deməkdir? Yəni, hər bir insanın özünə məxsus dəyər var müəllimlər. Yəni, özü onu dəyər kimi qəbul edir. Bu da təcrübədən, yaşdan asılıdır. Deyir, yaş artdıqca insan daha da dəyərlərin fərqinə vara bilir.
Yəni müxtəlif təcrübələr toplayaraq özü üçün təhlil aparır, analiz edir. Yəni özü üçün təşkil edir bunları. Məsələn belə deyək, yəni özü üçün yaxşını pisi seçməyə bacarır 4-cü mərhələdə təşkil etmə. Bunu xarakterizə etmə mərhələsindən digər mərhələlərdə nə ilə ayırırıq müəllimlər? Tutaq ki, ətrafda baş verən hadisələri özü seçir. Hələ ki seçir, yəni onu xarakterində göstərmir, davranışında göstərmir. Sadəcə olaraq müəyyənləşdirir ki, özü üçün nə pisdir, nə yaxşıdır. Məsələn, yolda Əli qoca nənəyə kömək edir və başqa valideynlər də Əliyi alqışlayır ki, sən çox tərbiyəli övladsan, qoca nənəyə kömək etmisən. Bunu da Aysun qıraqdan görür və bu zaman nə edir müəllimlər? Deməli, təşkil etmə mərhələsində fikirləşir ki, hər kəs onu tərifləyir, deməli bu yaxşı hərəkətdir. Hər kəs onu təqdir edir, Əlini. Deməli bu yaxşı hərəkətdir qocalara kömək etmək. Yəni özü üçün təşkil edir. Yaxşını pisi hələ ayırır özü üçün. Ancaq 5-ci mərhələ, xarakterizə etmə mərhələsində müəllimlər burada davranışında göstərir artıq. Yəni siz onu da şagirdin davranışında görə bilərsiniz. Qoca nənəyə qıraqda şagird artıq Aysun sabah özü kömək edir. Yəni artıq bunu göstərir. Bu xarakterizə etmə mərhələsidir. Yəni özü üçün ədalətli olmağı əsas götürür. Davranışında, prosesə münasibətində həmişə ədalətlilik müşahidə olunur xarakterizə etmə mərhələsində. Artıq yəni burada şagirdin xarakteri formalaşır, yəni formalaşmaqdadır. Affektiv sahənin müəllimlər qiymətləndirilməsi çox çətindir. Yəni davamlı bunu dəqiqləşdirmələr gərəkdirir. Dərsimiz bura qədər affektiv emosional sahə haqqında. Onlayn dərslərimizə qoşulmaq istəsəniz müəllimlər aprel qruplarımıza və may qruplarımıza 051 512 62 77 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Aşağıda da qeydlərdə olur nömrəmiz və kanalımızı bəyənin, abunə olun ki, növbəti video izahlarımızı da görə bilərsiniz. Hər birinizə təşəkkür edirəm. Sağ olun, salamat qalın.